Salam hörmətli izləyicilər, xoş gördük sizləri Sahlənin Mətbəxi kanalında. Əziz izləyicilər, bugün biz Yapon əzgili də deyirlər buna, ondan sonra muşmurat da deyirlər, səhv etmirəmsə, ola bilsin də adını düzgün demədim. Muşmuratdır, nədir muşmura, nəysə də belə bir adı var. Biz buna Yapon əzgili deyirik, bizim zonamızda buna Yapon əzgili deyilir. Bunun turşusunu hazırlayacağıq. Deməli, bax görürsüz, beləcə yığılıbdır, yuyulub, suya çəkilib. Deməli, bunun hazırlamaq üçün bizə nələr lazımdır? Yapon əzgilinin özü, bir dənə belə banka, uksus, duz və biraz da şəkər tozu əlavə edəcəyik bunu hazırlamağa. Onu da qeyd edim ki, bir də təbii ki, qaynar su. Onu da qeyd edim ki, banka biz belə götürürük. Siz istəsəz əgər belə deyim, böyük bankada, 1 kiloluq və s. bankalarda bunu hazırlaya bilərsiniz. Deməli, suyumuz da qaynadılmışdır. Deməli, əziz izləyicilər, ilk öncə altdan bax 1 çay qaşığı duz əlavə edirik. Biraz da şəkər əlavə edirik. Bax, bu qədər də şəkər. Bunları götürək, bizə mane olmasın. Və başlayırıq yığmağa. Bankamıza bax, bu şəkildə yığırıq. İnandırım sizi, turşa şirin çox gözəl bir turşusu olur. Bu Yapon əzgilinin, muşmuradın adını yenə deyirəm, səhv deyə bilərəm. Bizdə buna Yapon əzgili deyirlər. Belə edib yığırıq. Düz üzərinə çıxana kimi. Biz əziklərini çox qoymuruq. Kim istəsə, əziz izləyicilər, zövqə görə dəfnə yarpağı da qoyar, ancaq biz ehtiyac duymuruq. Və bir belə çay qaşığı SS əlavə edirik. Yəni, biraz bizdə desert qaşığıdır. Bir çay qaşığı. Və qaynadılmış suyumuzu əlavə edirik. Düz üzünə çıxana kimi. Belə. Və bankamızın ağzını bağlayırıq. Deməli, əziz izləyicilər, yaxşıca püküf bağladıq və bağlayandan sonra bax görürsünüz, şəkəri altındadır. Altına belə edirik ki, şəkəri tam yayılsın altına. Yəni bütün hər tərəfinə, daha doğrusu. Ondan sonra artıq hazır olur. Yəni bax belə edirik. Biraz istidir. Əziz izləyicilər, gördüyünüz kimi artıq turşumuz hazırdır. Görün necə gözəl alınır və qışda çıxardıb bunu dada bilərsiniz. Çox gözəl alınır. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.